Hüseyn Arif deyib ki, torpağın bulanıq min-min suyundan bir durub bulağı daha yaxşıdır. Yüz söyüd gövdəsi xatırlayınca bir palıd budağı daha yaxşıdır. Yoxlayıb həyatı duydum dərindən. Götürdüm yükümü xeyir, şərindən, insanın bicindən, hiləgərindən, heyvanın axmağı daha yaxşıdır. Uzaq ol meydanda dil savaşından, oğrunca atılan cahil daşından, donuz kəlləsindən, dana başından, ceyranın ayağı daha yaxşıdır. Namərd məclisində sözünü gözlə. Dursan kül yanında gözünü gözlə. Tülkü quyruğunda özünü gözlə. Qartalın caynağı daha yaxşıdır. Hüseyn, qəm yeyib kədərlənməsən. Artıb çoxalsa da saçlarında dən. Çaqqalın kef çəkib gəncləşməsindən şirin qocalmağı daha yaxşıdır. Çaqqalın kef çəkib gəncləşməsindən şirin qocalmağı daha yaxşıdır.